İndi oxuyaq R səsindən üç səsləri. Neçə növ üç səslimiz var? 2 növ səs, 3 növ. Əslində 4 növ üç səslimiz var. Amma biz hələ ki hansıları keçmişik? Tonika. Hələlik böyük üç səsli, kiçik üç səsli soruşacağım səndən. Üç səslinin quruluşu nədir? Böyük tersiya, kiçik tersiya. Ümumiyyətlə üç səslinin quruluşu tersiya, üstəgəl tersiya. tersiya üstəgəl tersiyadır. Böyük üç səslinin quruluşu nədir? Böyük tersiya, kiçik tersiya. Aha, buna major üç səslisi də deyilir. Bəs minor üç səslisinin quruluşu? Kiçik tersiya, xalis, böyük tersiya. Böyük tersiya. Kiçik tersiya üstəgəl böyük tersiya, bu da kiçik üç səslimizin quruluşudur. Minor üç səslisi də deyilir. Düzdür? İndi gəl əvvəlcə soruşum. Major ümumiyyətlə üç səslinin neçə dönməsi olur? 4. Neçə dönməsi olur? 2. Hansılardır? Sekstakord, bir də Ay kvart sağ ol. Üç səslinin 2 dönməsi olur. Sekstakord və kvart sekstakord. Birinci dönməsi adlanır sekstakord, ikinci dönməsi adlanır kvart sekstakord. Üç səslinin quruluşu necə olur dedik? Böyük tersiya, kiçik tersiya. Ümumiyyətlə böyük kiçik deməyək. Üç səslinin quruluşu soruşuramsa deyirik. Tersiya üstəgəl tersiya. Və sekstakordun quruluşu? Tersiya üstəgəl Tersiya üstəgəl kvarta. Kvart sekstakordun quruluşu? Kvart üstəgəl tersiya. Kvart üstəgəl tersiya. Doğru. İndi gəl deyək böyük üç səslinin quruluşunu. Bir də deyək. Böyük tersiya, kiçik tersiya. Aha. Amma kiçik üç səslidə Kiçik tersiya, böyük əvvəli kiçik tersiyadır, sonra böyük tersiya. Bəli. Major kvart sekstakordunun tərkibini deyək, quruluşunu. Yəni böyük kvart sekstakordun quruluşu. Böyük kvart sekstakordun quruluşu. Axı dedik kvart sekstakordun quruluşu nədir? Böyük tersiya. Yox, kvarta. Əvvəlində kvarta sözü eşidirik. Axı dedik kvart sekstakordun quruluşu nədir? Özün bu dəqiqə dedin. Tersiya üstəgəl, kvart üstəgəl tersiya. Kvart üstəgəl tersiya. Demək böyük kvart sekstakordun quruluşu nə olacaq? Xalis kvarta üstəgəl Tersiya. hansı tersiya? Böyük kvart sekstakorddursa hansı tersiya? Böyük tersiya. Bəs kiçik kvart sekstakordun quruluşu? Xalis kvarta üstəgəl kiçik tersiya. Əgər kiçik kvart sekstakorddursa, kvartanın üstünə kiçik tersiya gəlirik. Düzdür? Bəs major sekstakordunun quruluşu? Kiçik tersiya, kvarta. Xalis kvarta. Bəs major, minor kvart sekstakordunun minor sekstakordunun quruluşu? Sekstakord. Sekstakord. Minor sekstakordunun quruluşu. Major sekstakordunun quruluşu nədir dedin? Kiçik tersiya, kvarta. Xalis kvarta. Bəs minor, kiçik sekstakordun quruluşu? Kiçik tersiya əvəzinə böyük tersiya olacaq da. Böyük tersiya üstəgəl xalis kvarta. Yalnız sekstakordlarda əksinədir. Sekstakordun ki quruluşu tersiya üstəgəl kvartadır. Böyük sekstakordda hansı tersiya? Kiçik tersiya. Əksinə. Böyükdə kiçik gəlirik, sonra xalis kvarta. Amma kiçik sekstakordda hansı tersiya? Böyük tersiya üstəgəl xalis kvarta. Tərsinədir, əksinədir. Aydındır? İndi gəl oxuyaq R səsindən yuxarı major üç səslisi. Böyük üç səsli. Quruluşu nədir? Kiçik tersiya, böyük tersiya. Fikrini topla, dəqiq cavab ver. Böyük üç səslinin quruluşu. Böyük tersiya, kiçik tersiya. Aha, oxuyaq. R-dən. Re, fa mı? Fa deyil. Re, fa deyil. Təmiz oxuyaq. Səslənməsini fa oxuyursan. Re, fa deyil. O fa'dır. Re, fa deyil. Təmiz oxuyaq. Re, fa deyil. La. Bax, tersiyaları, sekundaları bu qədər vacibdir təmiz oxuya bilmək. Tersiyaları bu qədər vacibdir. Bütün akkordların quruluşu tersiyalardır, sekundalardır. Oxuyaq bir də. Fa oldu kiçik
tersi oldu. Böyüyünü oxuyur. Re, fa diyez, fa diyez, re, fa diyez, la. Böyük üç səsli. Bir də re, fa diyez, təmiz. Re, fa diyez, təmiz. Re, fa diyez, la. Major üç səslisi. Re, fa, la. Minor üç səslisi. Re, fa, si bemol. Major seks akordu. Re, fa diyez, si. Minor seks akordu. Re, sol, si. Major kvart seks akordu. Re, sol, si bemol. Minor kvart seks akordu. Bir də oxuyaq. Re, fa diyez, təmiz. Re, fa diyez, təmiz. Re, fa diyez, la. Re, fa, la. Re, fa, si bemol. Re, fa diyez, təmiz. Böyük tərsanı oxumağı öyrən. Re, fa diyez, si. Re, sol, si. Re, sol, si bemol. İndi redən aşağı. Əgər yuxarı qurarkən major üç səslisini əvvəl böyük tərsə, sonra kiçik tərsə götürürdüksə, yəni evimizə gedib çatmaq üçün əvvəl bağçadan, sonra məktəbdən keçirdiksə, aşağı qayıdarkən nə etməliyik? Məktəbdən evə gedəndə bağça, sonra digər məktəbdə deyək, mağaza deyək. Deyək ki, mağazadan evimizə getməliyik, hə? Biz əvvəl bağçadan keçməliyik, sonra məktəbdən. Amma evdən mağazaya getmək üçün əvvəl məktəbi keçməliyik, sonra bağçanı. Düzdür, əks istiqamətdə. Demək, böyük üç səslini qurarkən yuxarı əvvəl nə götürürdü? Böyük tərsə üstə gəl, kiçik tərsə götürürdüksə, aşağı qurarkən əvvəl kiçik tərsə, sonra böyük tərsə götürməliyik ki, quruluşu olduğu kimi qorunmuş olsun. Düzdürmü? Quruluşuna toxunmuş olmayaq. Xələl gətirməyək. Oxuyaq indi redən. Böyük üç səsli. Re, si, sol. Əhsən. Major üç səslisi. Re, si, sol. Böyük üç səsli. Re, si, sol. Major üç səslisi. İndi minor. Re, si, bemol, sol. Minor üç səslisi deyir yadına. Re, si, bemol, sol. Kiçik üç səsli. Hər ikisini deyə bilərik. Hər ikisini deyirik bir də. Re, si, bemol, sol. Minor üç səslisi. Re, si, bemol, sol. Kiçik üç səsli. İndi major. Re, si, sol. Gedək çıxıb. Major üç səslisi. Re, si, sol. Böyük üç səsli. İndi minor. Re, si, bemol, sol. Hava tutqundur, yağış yağır. Kədərlidir. Re, si, bemol, sol. Minor üç səslisi. Re, si, bemol, sol. Kiçik üç səsli. İndi major seks akordu. Əgər yuxarı major seks akordunda hansı tərkibidir, quruluş nə idi? Böyük tersi üstə gəl, Əksinə, kiçik tersi üstə gəl, xalis kvarta götürürdüksə, aşağı nə götürməliyik? böyük tersi üstə gəl, Yox, əks istiqamətdə götürürük. Kiçik tersi xalis kvarta. xalis kvart. Xalis kvarta üstə gəl, kiçik tersi götürməliyik. İndi redən oxuyaq. Xalis kvarta hara düşəcək? Si kvartadır mı? Kvarta neçə pillədir? Kvarta 4. Cəld sayaq. Niyə si? Si ümumiyyətlə kvartadır mı? Si neçə pillədir siyəcək? 3 ters. Biz neçə götürməliyik? Cəld. Xalis kvarta 4. Götür də bəs. Təmiz. Niyə diyezi? Xalislik qanunu nədir? Alterasiyasız səs veririk. Alterasiyasız səs alırıq. Re veririk, la alırıq. Ağ dil veririk, ağ dil. Heç re diyez veririk, la diyez alırıq. Re dubl diyez veririk, la dubl diyez alırıq. Re bemol veririk, la bemol alırıq. Re dubl bemol veririk, la dubl bemol alırıq. Düzdür? Re'dən
hara düşəcək? La'ya. Re, do, si, la, la. Re, la, kiçik terça. Solis. Terça, Fa diyez. la'dan, fa diyez. Oxu təmiz. Re, la, təmiz. Re, la, fa diyez. Major seks akordu bir də. Re, təmiz. Re, la, təmiz. Fa diyez. Böyük seks akord. İndi kiçiyi. Re, la, fa. Kiçik seks akord. Oxu. Re, la, fa. Minor seks akordu. İndi minor seks akordunun quruluşu nədir? Yuxarı böyük tersə üstə gəl xalis kvartası, aşağı xalis kvarta üstə gəl böyük tersə götürdük, düzdürmü? İndi götürürük major kvart seks akordunu aşağı. Yuxarı nə idi kvart seks akordunun əvvəli? Xalis Kvart. kvarta idi. Üstə gəl Böyük. böyük tersə. İndi nə götürəcəyik? Xalis kvart. Xeyr. Böyük ters üstüyə xalis. Bəli, əks istiqamətdə əvvəl böyük tersə götürürük, sonra xalis kvarta. Buyur, redən. Böyük tersə, Si. si bemol, xalis kvarta. Fa, si, mi, si, la, sol, fa, mi 5 pillədir. Kvarta ola bilməz. İntervallarda vacib pillə saydı. Si bemol, fa. Major kvart seks akordu oxu de. D adını hər dəfəsində beyninə, yaddaşına yazılsın. O səsi uzat ki, yaddaşına səslənməsi də yazılsın, nə qurduğunu da beynin anlasın. Si bemol, fa. Major kvart seks akordu cəlddir. Re, si bemol, fa. Böyük kvart seks akord. Re, indi kiçik. Si, fa diyez, təmiz. Re, si, fa diyez. Əgər yuxarı xalis kvart üstə gəl kiçik tersə götürürdüksə, aşağı kiçik tersə, sonra xalis kvarta götürürük. Re, si, fa diyez. Kiçik kvart seks akord adını de. Re, si, fa diyez. Minor kvart seks akordu bir də major. Re, si, bemol, fa. Re, si, fa diyez. Re, si, bemol, fa. Re, si, fa diyez. İndi redən aşağı ardıcıl böyük üç səsli, kiçik üç səsli, böyük seks akordu, kiçik seks akordu, böyük kvart seks akordu, kiçik kvart seks akordu adlarını çəkdiyim ardıcılıqda oxuyuruq. Səslər seks akordlar, kvart seks akordlar. Əvvəl böyüklər, sonra ardıcan kiçiklər növbəli. Gəl. Re, si, sol. Re, si, bemol, sol. Re, la, fa diyez. Re, la, fa. Re, si, bemol, fa. Re, si, fa diyez. Bir də redən yuxarıda, sonra da aşağı. Gəl. Re, təmiz. Re, fa diyez, la. Re, fa, la. Re, fa, si, bemol. Re, fa diyez, si. Re, sol, si. Re, sol, si, bemol. Aşağı. Re, si, sol. Re, si, bemol, sol. Re, la, fa diyez. Re, la, fa. Re, si, bemol, fa. Fa, təmiz. Re, si, bemol, fa. Re, si, fa diyez. Bu da oldu re səsindən böyük kiçik üç səslərimiz, seks akordlarımız və kvart seks akordlarımız. Hər gün bunları oxumaq. Hər gün bir səsdən. 7 günə dodan siyə qədər bitirmək olar. Sonra do cezdən si cezəcən daha bir həftə. Do bemoldan si bemolacan da daha bir həftə. Və yəni bir aya rahat-rahat bunları hər səsdən oxumaq olar.